təşkilatçısı Türkan xanım Abbasova, Səbat nəşriyyatından Səbinə xanım və dəyərli yazıçımız Ülviyə xanım Tahirdir. Qarşımıza məqsədlər qoyuruq, hədəflər qoyuruq, amma bunu qoyan real məndir, əsl məndir. Ümumiyyətlə, Divarın o tayındakı əsl mən kimdir? Təkcə Divarın o tayında əsərindən yox, sizin digər əsərlərinizdən, sizin ümumiyyətlə yaradıcılığınız haqqında məlumat almaq istəyirik. Hamınızı salamlayıram. Oxucularla görüş həmişə həyəcan vericidir, həmişə insana qəribə bir şəkildə hiss edirəm özümü. Mən daha çox oxucular arasında tarixi romanlarla yazılması ilə, daha çox onun mütailəsi ilə oxucular mənə dönüş ediblər. Şükriyə Talim, Aljir, 1918 Bozay ki, Mart soyqırımından bəhs edir. Və hər zaman o ikinci peşəmi, yəni tarixi romanlar yazma məsələlərim və ikinci peşəm həmişə bir növ kulisdə, kölgədə qalıb. Və son dəfə hardasa 3 il öncə Səbat nəşriyyatı qurulanda belə bir layihə irəli sürüldü ki, o layihə əsasən Azərbaycan nağıllarında Azərbaycan xalqının şuuraltı, psixoanalitik kodları, Azərbaycan xalqı necə oldu, necə Quyudan İşıqlı Dünyada yazılanda biz onu bildirdik ki, necə oldu ki 1918-ci ildə Şərqdə ilk cümhuriyyəti quran bir xalqa çevrildi. Yəni bu cür bir xalqın şuuraltısında hansı şifrələr var idi, hansı mesajlar var idi, nələr ötürülmüşdü, xalq özünü necə yetişdirmişdi və sonra gəlib yenidən bu boyda əsarətdən, 70 illik əsarətdən sonra müstəqillik qazandıq və hələ də müstəqilliyimizi qoruyub saxlayırıq və bu qədər böyük dövlətlərin arasında öz varlığımızı qoruyub saxlayıb hələ 44 günlük böyük bir qələbə də çaldıq. Və bunların hamısının o qüdrətin kökü hardadır, o qüvvənin kökü hardadır, onu araşdırmaya çalışdıq Quyudan İşıqlı Dünyada. Sonra Quyudan İşıqlı Dünya kitabının layihəsinin ikinci kitabı gəldi, Divarın o tayına. İnşallah üçüncü kitab da hazırlanır. Divarın o tayında isə daha ciddi problemləri qoymaya çalışdıq ki, əslində insanın inkişafının qarşısını alan nədir? Bir də ən önəmli məsələlərdən biri odur ki, bizim ölkəyə çoxlu xarici fərdi inkişaf kitabları gəlir. Bu xarici fərdi inkişaf kitabları oxunur, ya tətbiq olunmur, ya da tətbiq olunmada bizim millət, xalq olaraq çətinlik çəkilir. Çünki onların bir çoxu bizim milli kodlara uyğun gəlmir, milli məsələlərə uyğun gəlmir. Məsələn, bəzi şeylər var ki, ümumiyyətlə yad ünsürlər təklif olunur, yad məsələlər təklif olunur. Qloballaşmada əslində bu bir qədər də pis deyil. Yəni bizim dünyanın təcrübəsindən xəbərimiz olur, qaydalardan xəbərimiz olur, amma bəzi məsələlər var ki, o milli məsələlərin uzlaşmadığına görə biz orada çətinlik çəkirik. Ona görə fikirləşdik ki, əgər milli bir kitab olsa ki, o milli bir kitabın içərisində həm ədəbiyyat olsun, həm tarix olsun, həm Azərbaycanın milli kodları olsun və ən ümdəsi Azərbaycan nağılları özündə nəyi gizləyir? Məsəl üçün, biz Məlik Məmməd nağılında nə gördük? Quyudan İşıqlı Dünya kitabında, birinci kitabda onu izah eləməyə çalışdım. Məlik Məmməd qardaşlarının, necə deyərlər, aradan götürməklə özünün hakimiyyətini bərqərar edir. Biz bunu uşağa danışırıq. Amma biz uşağa izah eləmirik ki, bu nağıl əslində sənin gələcək şuuraltını formalaşdıran ən böyük məsələlərdən biridir. Orada söhbət qardaşlardan getmir, orada söhbət qardaşları aradan götürməkdən getmir. Orada hər şey simvolikdir, hər şeyin özü məna yükü var və bu məna yükündə də biz hara və necə gedib çatırıq. Ona görə Divarın o tayına kitabı yazılanda ikinci nağılı seçəndə daha ehtiyatla seçməyə çalışdım ki, elə bir nağıl seçək ki, bu nağıl həm insanın psixoanalitik olaraq keçdiyi inkişaf yolunu, həm şuuraltısını, həm də simbolikanı özündə ihtiva eləsin. Ona görə Daşdəmirin nağılını seçdik və Daşdəmirin nağılı kifayət qədər bir dedektiv üzərində, bir cinayət üzərində olmuş bir nağıldır və bu cinayətdə əslində zaman kişi kimdir, Daşdəmir nə uğrunda mübarizə aparır, padşah kimdir? Əslində bizim həyatımıza elə daxil olan padşahlar, zaman kişilər, Abbaslar və digər vəzirlər və bunlar kimlərdirlər? Bizim həyatımızda hansı rollar oynayırlar? Onları araşdırmaya çalışdıq. Mənim üçün çox böyük, gözəl bir təcrübə idi. Çünki hər zaman kulisdə bir psixoanalitik kimi, psixoloq kimi fəaliyyət göstərəndə nə zaman bunun kitablaşacağını xəyal eləmirdim. Amma nağıllarla bunu ifadə etməyə bu çox gözəl, möhtəşəm bir gediş oldu. Sizcə insan divarın o tayına keçmək üçün ilk növbədə nə etməlidir? Keçmişdənmi qopmalıdır, yoxsa keçmişi qəbul etməlidir? Hazırda ciddi şəkildə sosial şəbəkələrdə də yəqin müşahidə edirsiniz ki, bunun adı, elmi adı psixologiyada güzəran psixologiyasıdır. Güzəran psixologiyası bizə
sosial şəbəkələrdə ümumi bir güzəran, yəni heç bir elmi əsası olmayan, metodikaya əsaslanmayan nələrsə təklif edirlər. Nə bilim, keçmişlə barışmaq lazımdır, nələrsə qəbullanmaq lazımdır. Amma bu qəbullanma sadəcə bir cümlə şəklində olur. Yəni bunun bir texnikası, bir forması tətbiq olunmur ya da insanlara təqdim olunmur. Bəli, keçmişi bağışlamaq, keçmişdə özünü qəbul etmək, bu kimi məsələlər onsuz da bütün istər ədəbiyyatda, istər tarixdə, istər islah əmək koloniyalarda insanlara təqdim olunan məsələlərdir ki, əslində nələrsə qəbul eləsək, haralarsa aşarıq və keçərik. İstər bu kitabda, istər Quyudan İşıqlı Dünya kitabında əsas demək istədiyim, çatdırmaq istədiyim özünü kəşfdir. Özünü kəşf barədə heç kəs, heç bir alim, heç bir elmi bir kitab sizin özünüzdən və sizin şəxsinizdən yazmayıb. Dünyaya bir təkrar olunmaz bir varlıq olaraq ayaq basmısınız. Sizdən yoxdur. Bəli, ümumi kateqoriyada, ümumi kriteriyalarda hamımız insanıq, cinsiyyət olaraq qız və ya oğlanıq, evin ya böyük uşağıyıq, ya kiçik uşağıyıq, ya da hansısa bürc altında doğulmuşuq ki, bunlar hamısı ümumiləşdirmədir. Və bu ümumiləşdirmədə biz şəxsi identifikasiyaya çıxana qədər biz istənilən bürc altında doğmuş bir şəxsik, istənilən numerologiyada bir nömrə altındayıq, istənilən bir pasport nömrəsində hansısa bir seriya daxilində birləşdirilir ya da hansısa qan qrupu ilə bir kateqoriyaya daxil olmuşuq. Amma heç bir kəs öz şəxsi identifikasiyasına çıxana qədər ki, o şəxsi identifikasiyada heç kəs, yəni hər kəs təkrar olunmazdır deyənə, o təkrar olunmazlığına varanda, onun fərqinə varanda, düşünürəm ki, həmin divarların altına dinamitlər qoyulmağa başlayır. Artıq orada mən bilirəm ki, burada artıq bir fərdi bir yol var. Mən bu yolda, bəli, kitablar oxuyacağıq, elmi tövsiyələr alacağıq, alimləri dinləyəcəyik, yazıçılardan nələrsə oxuyacağıq. Amma onlarda belə biz hamımız özümüzdən bir parça arayırıq. Özümüzdən. Məndən danışırsanmı? Sən mənə nə qədər yaxınsan, sən məndən nə qədər uzaqsan. Və bu baxımdan biz o mənin arayışına çıxanda artıq düşünürəm ki, orada daha gözəl bir şeylər baş verir. Biz artıq orada müəyyən edirik. Mən keçmişi nə qədər qəbul etməliyəm, haracan qəbul etməliyəm. Bəzi şeylər var ki, ümumiyyətlə onları qəbul etmək mümkün deyil. Və bu mümkünsüzlüyü də yaşamaq lazımdır. Və bizdə uşaq tərbiyəsində, təbii ki, Sovet dönəmində ki, mən də o dövrün övladıyam, bir çox məsələlərdə etiraz və qəzəbin qadağan olunduğu bir dönəm keçirmişik. Qəzəblənmək. Çünki qəzəblə aktivliyi də ayıra bilməmişik. Bu aktivlikdir, fəaliyyət yoxsa qəzəbdir. Hissləri tanıya bilməmişik. Bizə hissləri öyrətməyiblər. Aleksitmiya deyirlər buna, hissləri tanıya bilməmək. Hissləri tanıya bilməməkdə ən böyük problemlərimiz o olub ki, heç vaxtı valideynlərimiz çox məşğul olublar, çox iş dağlayıcan olublar. Bizi böyütməklə, fizioloji olaraq böyütməklə çox məşğul olublar. Məsələn, mənim valideynlərim əks işləyiblər. Və o arada mənim o yemək yeyən zaman mənim hansı hisslər keçirdiyimdən ona xəbər olmayıb. Çünki çox məşğul olub. Amma o hisslər ki, bizdə inkişaf etdirilib, biz o hisslərin fərqinə varmışıq, qəzəblə aktivliyi, fəaliyyəti ayırd edə bilmişəm. Onda artıq mən öz hisslərimdən xəbərdar olmuşam və mən o hər dəfə öz hisslərimdən, öz duyğularımdan fərqindəliyi yaşadıqsan, mən artıq ətrafımdakı divarları görməyə başlayıram. Hələ divarların siluetini görməyə başlayıram, nəinki divarların özünü. Hələ kölgəsini görməyə başlayıram. Hardasa və belə bir də bir mühüm bir məsələ var. Mühüm bir məsələ niyə sualının qoyulması ilə başlayır. Bunlar niyə belədir? Və bu düşünürəm ki, bizi harasa barıb çıxara bilər. İnsan bir səhvin məsuliyyətini başqasına ötürdükdə həqiqətən yüngülləşir, yoxsa sadəcə öz yükünü daşımalı olan bir qurban seçmiş olur? Reallıq kifayət qədər ağırdır. Və biz reallıqla üzləşəndə bizim ilk edəcəyimiz iş inkardır. Hətta psixologiyada qəmin 5 mərhələsi var. Qəmin, kədərin 5 mərhələsi var. Yəni, qəmin, kədərin 5 mərhələsi nə deməkdir? Məsəl üçün, biz bir pis xəbər alırıq, uzaq buradan, uzaq hər kəsdən. Bir pis xəbər alırıq ki, məsələn, bir qəza xəbəri gələcək. Bizim ilk iş, hər birimizin, hər bir insanın edəcək ilk iş ola bilməz. Bu inkardır. Sonra növbəti mərhələ qəzəb gəlir, qəbul etmə gəlir. Bu 5 mərhələni alimlər sadalayırlar. Və reallıqla üzləşmək insanın zihinsel tutumunu sirkələyir. Bu sirkələnmə nə deməkdir? İnsan
psixoanalitik yanaşanda insan müəyyən bir mərhələdən keçir. 10 yaşa qədər özünü təsdiq mərhələsindən keçirik. 10 yaşdan sonra özünü reallaşdırmaya keçirik. Özünü təsdiq nə deməkdir? Özünü təsdiq odur ki, məsəl üçün mən su içirəm, amma anamın üzünə baxıram, deyirəm anam narazıdır bu su içməyimdən. Bir təsdiq gözləyirəm. Hətta bəzi hisslərin siz dillərdə oxuyursunuz, deadline var. Yəni ki, bəzi hisslər hansısa yaşda bitməlidir. Məsələn, əgər 40 yaşlı bir adam inciyib küsürsə, deməli o qayıtdı infantilizmə 10 yaşa. Çünki incikliyin 10 yaşa qədər dönəmi var. Əgər 10 yaşdan yuxarı bir insan kimdənsə inciyib dodağını sallayırsa, deməli burada zehin inkişaf eləməyib. O bir təsdiq gözləyir, gəl mənim könlümü al gözləyir, mənim üçün nəsə elə. Bu adı biraz uşağın necə deyirlər, konfet gözləməyinə, şokolad gözləməyinə, nəysə bir şey və özünü orada kiçik, balaca görməyinə qayıdır. Artıq orada bir çarə yönümlü hərəkət yoxdur. Ona görə o deadline bitmiş hisslər də var ki, 10 yaşda təhvil təslim alınır. 10 yaşdan sonra özünü reallaşdırma başlayır. Təəssüf bizim cəmiyyətdə bəziləri 30 yaşda da özünü reallaşdırmaya gedib çata bilmirlər. Özünü reallaşdırma nədir? Özünü reallaşdırma, mənim ürəyim su istəyir, mən su içəcəm. Özünü reallaşdırma, mən Xarici Dillər Universitetində oxumaq istəyirəm. Oxuyur. Mən Xarici Dillər Universitetində ona görə oxumayacağam ki, bu kətdə heç xarici dillərdə oxuyan olmayıb, mən gedib xarici dillərə qəbul olub bir qol atacam və hamı da məni alqışlayacaq. Burada da özünün təsdiq zehnidir. Özünü reallaşdırma da isə sevdiyinin ardınca gedilir. Və bu zaman insan reallıqla toqquşma anında, toqquşmada bunun çox dərin kökləri var. Qısa deyəcəm ki, məsələn necə həll edə bilərik? Məsələn, mən bu günlərim işlərimi yerinə yetirməmişəm. Mən bu günlərim filan qədər vəsili tərcümə eləyəcəydim ki, bizim nəşriyyat sahəsində biz fəaliyyət göstərib, ya da filan kitablar yerinə çatdırılmalıdır, filan kitablar çap olunmalıdır. Bu işləri görmürəm, amma mən avtomatik arayırdı, qurban axtarıram. Bunun kökündə əziz dostlar, qorxu yatır. Qorxu. Qurban arayışıdır, bu qorxudur. Bu özündən üzləşməyin qorxusudur, öz üzərinə məsuliyyət almanın qorxusudur. Məsuliyyəti aldıqdan sonra məsuliyyəti yerinə yetirməyib insanlardan təsdiq ala bilməməyin qorxusudur. Mən yaxşı qız deyiləm, yaxşı işçi deyiləm, yaxşı bacı deyiləm, yaxşı ana deyiləm. Sonradan bunun gətirəcəyi günahkarlıq və peşmançılıqla üzləşməmək qorxusudur. Və bu qorxular bizim qapımızı döydükcə bu qorxular böyüyürlər və hər biri bizim üçün bir divə çevirirlər, bir əjdahaya çevirirlər. Və bu əjdahalar sonra bizi narahat eləməyə başlayır. Gecə yatağımıza uzananda əgər vicdanlıyıqsa, ki, müəyyən müddətdən sonra qurbanları seçirik. Qurbanlarımızın sayı çoxaldıqca məcazi anlamda bizim vicdan hissimiz azalmağa başlayır. Çünki Newton demişəm, təsir əks təsirə bərabərdir. Və o azaldıqca və bir gün bizi heç onu vicdanla narahat eləmir. Biz rahatlıqla kimisə günahlandıra bilirik. Və onda bizim o kitabda da qələmə aldığımız, yazdığımız o məsələ ki, yalançı mənim qütbləri formalaşır. İdeal və dəyərsiz. Fitrətən, yəqin ki, məşhur o sözü eşitmişsiniz ki, heç kəs ağlından şikayət eləmir. Heç kəs deməz ki, mən ağılsam. Yəni, ağıl hər kəsə bərabər, bütün insanlar belə bu qənaətdədirlər ki, ağıl hər kəsə bərabər paylanıb. Yəni, kimsə ədalətsizlikdən şikayətlənə bilərik, nələrdənsə şikayətlənə bilərik, Allahın bizə necəsə və nə cür davranmadığından şikayətlənə bilərik, amma ağılsızlığımıza qətiyyən şikayətlənmirik. Biz kifayət qədər ağıllıyıq və kifayət qədər də hər şeyin öhdəsindən gələ biləcək qüvvədə özümüzü sanırıq. Və bu əslində həqiqətdir. Fitrətən biz hamımız dünyaya özgüvənli, ağıllı, ləyaqətli, şərəfli, cəsur və mərd gələrik. Amma anamızın keçirdiyi, yəni biz dünyaya gələcək keçirdiyi bəzi hisslər, məsələn, elmi bir tədqiqat məlumatına görə insan ana bətninə düşəndən sonra 1 saniyədə 4500, 1 dəqiqədə 250 min sinir xalça kimi insana toxunar. Yəni, ana ah çəksə uşaqdadır, of çəksə uşaqdadır. Ana bütün hissləri ilə bir insanın, cəmiyyətin gələcək üzvünü inşa edir. İndi gələcək gəncsiniz, inşallah gələcəkdə ailə həyatı quranda bütün bunları nəzərə almamız vacibdir ki, mən ümumiyyətlə buna hazıram. Gələcək bir fərdi yetişdirməyə hələ bətnimdə. Və uşaq dünyaya gəldikdən sonra artıq evdəki, ailədəki bütün afavı ilə yeni fərdin yetişməsi başlayır. Bəli, burada deyəcəksiniz ki, heç kəs övladının qorxaq olmağını istəməz. Heç kəs övladının hər hansı bir manipulyasiya eləməyini istəməz. Bəli, bu zaman belə bir proses başlayır.
Psixologiyada insanın inkişafı verbal və qeyri-verbala bölünür. Verbal dil açana qədərdir. Dil sahibi oluruq, söz sahibi oluruq. Söz sahibi olduqdan sonra dünya bizim üçün sözləşir, kəlmələşir, şəkillənir. Amma qeyri-verbal isə bizim insanların davranışına dikdiyimiz gözlərimiz, yəni davranışa baxarıq. Davranış zamanı bizim mənimsədiklərimiz sözlə mənimsədiklərimizdən qat-qat çoxdur. Ona görə də valideynlərə də ən çox tövsiyə olunur ki, sözü demə, davranışını düzəlt. Çünki uşaq sözü başa düşmür. Bəzən də hətta son zamanlar ciddi, məsəl üçün biz üzləşirik, məsələn, autizmli uşaqlarla üzləşirik, digər uşaqlarla. Onlar ümumiyyətlə sözlərdən biraz çətinlikləri var. Uşaq isə ümumiyyətlə 9-10 yaşına qədər bəzi frazoloji birləşmələrin deyə belə mənasını anlamaqda çətinlik çəkirlər. Amma onda nə edirlər? Valideynin davranışına baxırlar. Valideyn nə cür davranış elədi və valideynin davranışı bizdə həyata bələdçi olar. O həyata bələdçiliyi ilə biz dünya barədə münasibətlərə yiyələrik. Bax o kitabda qeyd etdiyimiz yalançı məni o zaman inşa etməyə başlayarıq. Yalançı mən yalan danışan adam deyil. Yox, əsla deyil. Yalançı mən bizim əsl mənimizdən imtina edib cəmiyyətə və ailəyə uyğun bir fərdiyyət inkişaf etdirməyimizdir. Məsələn, uşaq yalan danışır. Gəldi yalan danışır. Valideyn görür ki, uşaq yalan danışdı. Valideyn uşağı yalana görə cəzalandıranda, yalanı ona izah etmək əvəzinə cəzalandıranda uşaq onda belə bir qənaətə gələ bilər. Yalan əslində pis şey deyil. Sadəcə olaraq mən öhdəsindən gələ bilmədim. Verəcəyim sual sizcə başqalarının fikrini önəmsəmək insanın öz kimliyini tapmasına kömək edir, yoxsa onu itirməsinə səbəb olur? Çünki bəzən başqalarının fikri ilə biz öz səhvlərimizi də görə bilərik. Psixoanalitik olaraq baxanda insan münasibətləri bir neçə növə və mərhələyə bölünə bilər. Amma insan ki əsl mənində olur. Əsl mənində olur. Əsl mənində olanda bütün hər kəsin fikirləri onun üçün dəyərli bir hala çevrilir. O dəyərli fikirlərdən özünün faydalı olanı götürür, özünə uyğun olanı götürür və yoluna davam edir. Amma insan ki yalancı məndə oldu, o özgüvənsizdir, qorxaqdır, gələcəyə ümidsizdir, narahatdır və götür-qoy eləyir. Bu işi qurmuyum. Eyni o kitabda da yazılıb ki, o adam əgər işinə özgüvənsizdirsə gedəcək vəsiyyətnamə yazanın da fikrini öyrənəcək, səfirlikdən gələnin də fikrini öyrənəcək, ondan da fikir öyrənəcək. Bunu qeyb olmuş şəhər romanında çox gözəl ifadə edib Amerikalı yazısı. Və orada hamının fikrini öyrənəcəm. Çünki mən öz işimə əmin deyiləm. Mən hələ qəti qərar verməmişəm ki, görəsən, mən bu peşənin dalınca gedimmi, getməyimi, onu da gedirəm xalamın da fikrini öyrənirəm, dayımın da fikrini. Çünki özüm orada qorxuram və ayaqlarım titrəyir və o fikir mənə vacib lazımdır. Bəzən bunun da yaxşı cəhət olur, dəstək axtarıram. Və dəstək axtarıram ki, mənə görürsə nə qədər adam dəstək verəcək. Və bəzən bu dəstək də bizim həyatımıza bir əngələ çevrilir. İnsanlar bizim gözlədiyimiz dəstəyi vermirlər. Çünki mən özüm kifayət qədər orada qorxuram, özgüvənsizəm və orada artıq mən müəyyənləşdirməliyəm. Və nə vaxt ki, əsl məndə oluram. Əsl məndə olduğunuzu necə biləcəksiniz? Əsl məndə olanda siz tam bir özgüvən sahibisiniz. Arxayınsınız. Dəqiq bir analiz və təhlilə maliksiniz. Anksiyetə yoxdur orada. Orada rahatlıq var. Orada işin bölünməsi var. Mən payıma düşəni etdim, qalanı mənlik deyil. Bölünmə var. İşlərin paylanması var. Məsələn, qrupla bir iş götürürük. Hər kəs özünə uyğun dərsləri öyrənir və qrupla o işi təhvil verir. Amma yalancı mən o qədər qorxacaq ki, o hamının yerinə olacaq, bütün dərsləri də öyrənəcək. Ehtiyatın ki, ay bu dolar, ay bu dolar. Yox, qoy ehtiyatımı görüm. Yalancı mən həmişə, baxın, bunu bir nümunə ilə deyim. Uzaq bir yola çıxırsınız və avtomobildə ehtiyat təkəriniz var. Əsl mən üçün ehtiyat təkər sadəcə olaraq qayda qanunun tələb elədiyi bir şeydir. Yalancı mən üçün isə ilahi başıma bir iş gəlir. Bəzən bir şeylər bizdən asılı olmayanda, sizcə cəmiyyətdən gözlədiyimiz bu şeylər və cəmiyyətə verdiyimiz şeylər arasında hansı fərqlər var? Yəni biz özümüzü tam olaraq cəmiyyətə necə göstərə bilərik ki, bax, işte mən eləyə bilirəm, sən də eləyə bilərsən. Ya da öz mövqeyimizi tamamladığımız zaman başqaları üçün narahat olmamalı olduğumuzu özümüzə necə sübut eləyə bilərik? Birinci növbədə burada cins məsələsini nəzərə almalıyıq. Qadınlar bir gün ərzində 33-ə yaxın hiss çalar yaşayırlar. 33-ə yaxın hiss çalar yaşayırlar. Kişilər isə daha. Kişi bir hissdən 10 gün yaşaya bilir. 10 günə. Yəni bu onların emosional olaraq
Hə, bəli. Onlar emosional olaraq daha sönükdülər. Onlarda rasionallıq daha çoxdur. Təhlil və analiz qabiliyyətləri fərqlidir bizdən. Bu baxımdan qadının emosional tələbi ilə kişinin emosional tələbi fərqlidir. Bunu mütləq bilməliyik. Hətta uzun müddətdir mən sosial şəbəkədə də və digər psixoloqların təqdimatlarına da baxanda davamlı olaraq təkrarlayıram ki, kişi motivasiyası ilə, kişinin fərdi inkişafı ilə qadının fərdi inkişafı da fərqlidir. Bunları bir-birindən qəti şəkildə ayırmalıyıq. Kişilər məsələlərə həll yönümlü yanaşırlar, qadınlar dinləmə yönümlü yanaşırlar. Məsələn, bir qadınla, ona görə qadınların rəfiqələrinin olması labüd və vacib bir məsələdir. Qadın rəfiqəsini oturar, söhbət eləyər və orada həll axtarılmaz, orada bölüşmə var, paylaşma var və o paylaşma zamanı emosional paylaşma bölünür və o emosional paylaşma insanı yüngülləşdirir. Kişilərdə isə əgər məsələn bugün mən gəlib şikayətləndim ki, bugün qaz yanmadı, kişi avtomatik ust axtaracaq. Bəli, onu həll yönümü axtaracaq. Orada sizə orada 100 dəfə desək də ki, məsəl üçün mən burada sadəcə olaraq qazın olmaması barədə emosional partlayışıma bölüşürəm. O deyəcək ki, bu partlayış nə hara aparıb çıxaracaq? Yəni usta tapsa bu partlayış qutaracaq. Yəni burada məsələ o deyil. Ona görə də qadınların emosional olaraq bölüşməsini mütləq şəkildə nəzərə almaq lazımdır. Bu məsələ bir yönü. İkinci bir yönümü isə bizdə bəzi məsələlərdə öz haqq və hüquqlarımızı və yaxud da emosional hisslərimizi dilə gətirəndə bizdə biraz örf məsələlərində biraz o qabardılması yaxşı deyil. Amma bu bizim üçün yaxşı bitmir. Hisslə üzləşə bilmədiyimizə görə hiss içəridə boğulub qalır. O artıq bir vulkana çevrilir və o sönmüş vulkan hardasa, nə zamansa partlayacaq. Və bu partlayışda da kimlər o vulkanın lavalar altında qalacaq? Bu lavalar kimisə yandıracaq, yaxacaq və bu bizim üçün və bunun dönüşü də bizə günahkarlıq və utanc gətirir. Mən orada günahkar hiss edirəm ki, mən bunu etməməliydim. Burada bu böyük partlayışı yaşaya bilmədim. Böyük partlayışı yaşamayaq deyə xırda partlayışlar yaşamalıyıq. Balaca. Çünki balaca olanda insanların gözünə görünmür. Valideyn-uşaq münasibətlərindən valideynlərin özünü düşünməyini, uşaqları hor görməyini türklərin sözü olmasın bildirmisiniz. Bu münasibətlər necə balanslaşdırıla bilər sizin fikrinizcə? Bu balanslaşma ilk növbədə valideyndən gəlməlidir. Valideyndən gəlməli təbii olaraq. Valideyn əgər nə qədər zehinsel olaraq infantildirsə, yəni fizioloji olaraq böyüyüb, müəyyən yaşa çatıb, amma zehinsel olaraq inkişaf eləməyib. Bu məsələdə biraz orada problemlər başlayır. Ən böyük məsələlərdən biri dövrlə ayaqlaşmadır. Uşaqların yeni dönəmdə nə istədikləri və əslində nələrin baş verdiyini bilməkdir. Və xüsusilə indi informasiya kifayət qədər əlçatan olub. Böyük bir informasiya axınının içindəyik və bu informasiya axınının içərisində faydalı informasiyanın seçilib, faydalı bir şəkildə ailəyə tətbiqi çox böyük nəticələr verər. Bir. İkinci bir məsələ. Bizim cəmiyyət olaraq ən böyük problemlərimizdən biri məlumatsızlıqdır. Baxın, fikir verin. Əvvəlcə informasiya axını dedim, sonra məlumatsızlıq dedim. Çünki informasiya çox gəlir və şəxslər ayırd edə bilmirlər ki, bir cəmiyyət olaraq ayırd edə bilmir ki, bu informasiya zərərlidir, yoxsa bu informasiya zərərsizdir. Məsələn, mənə bir informasiya yollayırlar ki, baxın, burada belə bir informasiya var ki, bezdiyiniz və sizi sıxan həyatı dərhal tərk edin. Yaxşı, mən bunu tərk elədim. Anamı neyiniyim? Biri mənə gəlsin izahla, anamı neyiniyim? Anamı nə qayra bilərəm? Ana tərk olunacaq bir varlıqdır, yox. Və yaxud da oğlum. Əksin deyim, oğlumu neyiniyim? Aparıb, hara qoya bilərəm mən bunu? Bezdiyim və sıxıldın həyatı tərk edəm. Əziz dostlar, real həyatla üzləşməyin ən böyük qaydalarından biri həyatımızın bizim istədiklərimizə uyğun gəlməməsidir. Dünya bizim istəklərimizlə və arzularımızla dövr eləmir. Və insanlar da bizim istəyimizə və arzularımıza uyğun olmağa məcbur deyirlər. Bu o deməkdir ki, mən standart olaraq hamını doğrayıram, bir standart qəlbə yerləşdirirəm və deyirəm ki, bəli, bura mənim dünyamdır, buranın ağası mənəm və siz də hamınız özünüz mənim istədiyim kimi aparmalısınız. Aparırlar, aparmırlar. Burada yeri düşəndə əziyyət çəkən kimdir? Mən. Ona görə də ilk növbədə zehni infantillikdən çıxartmaqdan ötürü, infantillikdən, yəni uşaq. Uşaq nə istəyir? Uşağın fizioloji tələbatları var.
Yemək, içmək, təhlükəsizlik, isti və soyuğun tənzimlənməsi. Həyat dünya istədiyim kimi olsun, kuklam qucağımda olsun və anam da gözümün önündə. Həyat belə deyil, yox belə deyil. Həyat bizi böyüdür və deyir, qalx mübarizə apar. Və qalx mübarizə aparmada balanslaşdırma, bəli, qarşımdakı adam problemlidir. Mən onu dəyişdirməyə qalxmayacağam. Mən onun üçün heç eləməyəcəm. Mən çalışacağam ki, öz tutumumu artırım ki, bu adamın mənim qarşıma valideyn olaraq mənim valideynim olması, ya da övladım olaraq mənim övladım olması, ya qaynanam olaraq, ya baldızım olaraq, ya dostum olaraq bunun mənə verilməsi və bu adamın mənim qarşıma çıxmanın da hikməti nədir? Qeyd edirəmsiniz ki, insan bu dünyadan yalnız o zaman qopa bilər ki, reallıqla üzləşib, onun çətinliklərinə sinə gərib yaşaya bilsin. Burada niyə bu dünyadan, bu dünya deyəndə, yəni hansı dünyanı nəzərdə tutursunuz ümumiyyətlə? Öz dünyamızı mı, öz yalançı mən olan dünyanı mı və nəyə görə qopmalıyıq? Viktor Frankl haqqında yəqin məlumatınız var. Məşhur psixoloq, terapevt olub. O, Almanların düşərgəsindən canın qurtara bilən, sağ canın qurtara bilən tək-tük adamlardan biridir. Onun həyatın mənası və ya həyata hədiyyə adlı kitabları var. O məni çox təsirləndirir onun həyat hekayəsi. Onun çox gözəl bir sözü var. Deyir ki, düşərgədə kimlər sağ qurtara bildi? Alman düşərgələrindən, Osvensimdən, Holokostdan kimlər sağ qurtara bildi? O adamlar sağ qurtara bildilər ki, onların üçün həyatın mənası var idi. Həyatın mənası bizim olduğumuz mühitdən bizi qopardar. Bax, həmin məsələ. Biz oradan qopardar. Həyat orada nə qədər ağır olsa, çətin olsa, biz orada olmarıq. Bəli, fizioloji cəhətdən orada olarıq. Bədənlə, cismən oradan olarıq. Amma həyatın mənası və yaşamaq uğrunda eşq varsa, biz Holokostdan da, Osvensimdən də hər yerdən sağ çıxarıq. Onsuz da insanlar, hər kəs öz beyninin içində yaşayır. Hər kəs öz beyninin içində yaşayır. Bir var, o beynin içərisində böyük səs-küy var. Orada cəmaət yığılıb qələbəlikdir. O səs-küydən öz səsimi eşidə bilmirəm. Bir də var ki, o beyni tamamilə sakitləşdirmişəm. Orada yalnız mənim sözüm var. Və mən də deyirəm ki, hər şey yaxşı olacaq. Bildiyimiz qədərilə yaradan bütün fitrətimizi, bütün hissləri öz qədərində qoyub. Lakin aldığımız travmalar ki, hansı ki bu ilk travma olaraq biz doğulduqda travma alırıq. Bu travmalar bu hisslərimizi dəyişir. Məsələn, biz qarşımızdakı insana çox dəyər veririk, onu çox sevirik, lakin onu görmədikdə və yaxud da qarşı tərəfdən qarşılığını görmədikdə, xəyanət gördükdə biz özümüzdə səhv axtarırıq və düşünürük ki, bəlkə mən çox dəyər verirəm, həddindən artıq dəyər verirəm və başlayırıq insanlara daha az dəyər verməyə, özümüzü dəyişdirməyə. Sualım odur ki, necə edə bilərik ki, bu travmalar bizi pis yöndə yox, əksinə yaxşı yöndə, yaxşı bir insan olmaq üçün formalaşdırsın? Travma xoş xatirələri silər. Onda biz baxmalıyıq ki, əgər mənim şəxslə və digər insanlarla münasibətlərimdə problem varsa, bu mənim silinmiş xatirələrimdir, məsələlərimdir, hisslərimdir, emosiyalarımdır, yoxsa mən bunu qazanmışam. Uzun müddət mən elə bilmişəm ki, mən kifayət qədər səssiz, səmirsiz biri olmuşam. Yəni belə düşünmüşəm də ki, mən ömrü boyu səsim çıxmayıb, belə bir küncdə oturmuşam. Anam isə dedi ki, sənin səsi kəsmək mümkün deyildi. Fikir versiniz, bu mənim travmanın məndə yaratdığı informasiyadır. Bu onda olan informasiyadır. Bu informasiyaları tutuşturmağı yaxşı nəticələnə bilər. Deyirsiniz ki, insanlar mənəvi cəhətdən, həm də maddi cəhətdən yüksəliş əldə etdikdə elmə yiyələnirlər. Bəs yaxşı, mənəvi cəhətdən yiyələnmədikdə maddi yüksəlişə uğrayırlar. Onların elmi doğru sayılır. Elmi doğru sayılır, yəni. Onlar elmə yüksəliş əldə etmiş olurlarmı? Maddi yəni məsələ ilə yüksəlişə çatıb dünya üçün heç bir iş görməyən insanlar Hitlerdir, Stalindir. Stalin oxumadığı kitab qalmamışdı. Hətta onun xatirələrində belə bir məsələyə də rast gəldim ki, 42-ci ya da 45-ci ildir ətrafındakı insanlar onu bağ evində həmişə kitab oxuyan tapardılar. Amma bu kitab oxuyan insanın empatiya hissinə vəziyyətli idi. O qədər qorxurdu ki, o qədər qorxaq idi ki, öldürmədiyi adam qalmadı, qətl edilmədiyi adam qalmadı. Yəni, mənəvi tərəf inkişaf eləməyib, maddi tərəf qalxanda, insan yalnız maddi mövcud olur.
Yalnız maddi mövcud olur. Onun o mənəvi tərəfindəki insansevərlik, həyatsevərlik, insanşünaslıq, ümumiyyətlə nəyə xidmət elədiyini bilməyəcək. Orada maddədə yalnız insan özünə köklənir. Yalnız mən varam.